hər səhv yolun, bunu yadda saxlayın, hər yanlış yolun kiçik bir bəhrəsi var. O kiçik bəhrə adamları aldadır. Şeytan bununla insanları aldadır. Kiçik bəhrə daha böyük bir xeyirdən saxlayır insanları. Daha böyük bir zərərə səbəb olur. Bu mövzular çox düşündürücüdür. Əleyhissalam nə buyurur? Deyir ki, qaniətən nəfsu. Təqvalıların sifətlərini sayır, gəlir, deyir, nəfsi qanidir. Yəni, bu insan axirəti dünyadan üstün tutur. Ruhən böyük olur, qüdrətli olur. Dünya ona təslim olur. Ruzi qazanmaqda azaqani olmur. Bunu yadda saxlayın. Mömin adam deyil ki, qazanmaqda azaqani olsun. Kim bunu desə, deyin sən səhv deyirsən. İslam demir, qazanmaqda azaqani ol. Biraz qazandın, bəsdir. Bunu din demir. Daha çox qazanır mömin. Amma o ki, qanidir, ruhən qanidir, o qədər qüdrətli olur ki, var dövlət buna hakim olmur. Bu var dövlət hakim olur. Bu dünyadan daha çox bəhrələnir. İslam demir, qazanmaqda azaqani ol. İslam deyir, gözün tox olsun. İki dənə fərqli sözdür bu. Gözün tox olsun. Yaxşı, bəs motivasiya nədir? Bizi nə həvəsləndirsin dünyanı qazanmağa? Axı, din deyir, dünyaya rəğbətin olmasın. Dünyada azaqani ol. Yaxşı, azaqani ol, rəğbətim olmayan bir şey. Bir şey ki, mənim o qədər rəğbətim yoxdur. Onu qazanmaq üçün məni nə həvəsləndirməlidir? Motivasiya nə olmalıdır? Motivasiya sadə bir cümlə ilə deyək, Allah dünya qazanmağı ibadət hesab eləyir. Bəsdir bu. Allah dünya qazanmağı ibadət hesab eləyir. Allahın xoşuna gəlmək istəyirsənsə, bir yolu ruzi qazanmaqdır. İşləməkdir, çalışmaqdır. Onda insan yorulmur, çünki özünü Allaha göstərir. Allahın xoşu gələn işi görür. Din demir, maddi baxımdan zəif ol, din deyir, ruhən güclü ol. Bunlar iki fərqli anlayışlardır. Din demir, kasıb ol, deyir, ruhən qüdrətli ol, mənəvi gücün olsun. Din deyir, həris olma, əsir olma, hakim ol dünyaya, tənbəl də olma, tənbəl olma. Şövqlə iş gör, nə üçün şövqlə iş görüm? Qazandığıma rəğbətim yoxdur axı, yox. Məsələnin önəmi başqa şeydədir. Allahın xoşu gəlir sənin ruzu qazanmağından. Bəs başqa nə üçün yaşayırsan? Allahın alın tərindən xoşu gəlir. İndi mən burada danışıram, mənim də işim budur, danışmaq. Mənim alnımdan tər axırsa, mən indi Allaha ibadət halında olaram. Bir fəhlə gedir, işləyirsə, alnından tər axır, əli qabardırsa, Allahın xoşu gəlir. Xoş gəlir bundan. Ona görə deyir, ibadət 10-dursa 9-u halaldan ruzu qazanmaqdır. Başqa nə motivasiya axtarırsan? Bunu sadəcə düz təbliğ eləməmişik. Düz təbliğ eləməmişik. Elm öyrənmək yolunda əziyyət çəkən insanlardan Allahın xoşu gəlir. Vacib deyil, elm alım ki, diplom alım, mənə desinlər filan kəs müəllim. Yox, Allahın xoşu gəlir. Allahın o qədər xoşu gəlir alimdən ki, deyir, alimin qapısına baxmaq ibadətdir. Qapısına, evinin qapısına baxmaq ibadətdir. Məqsəd nədir? Məqsəd Allahın sevgisi deyil, mömin üçün. Elədir, mən də deyirəm ki, Allahın bekar adamdan xoşu gəlmir. Allahın tənbəl adamdan xoşu gəlmir. İndi məcburdur, bekar qalıb becək, onu bilirik, onu vurğulamağa ehtiyac yoxdur. Hətta mən onlara da demişəm ki, məsələn, bir kiçik qardaşınız kimi gənclərə demişəm, iş tapmırsan, özü bir işlə məşğul elə. Bu bəzilərinə qəribə gəlib, demişəm, get pulsuz işdə nə hardasa. Allah görsün, çalışırsan, bir qapı açsın, oturma, nəsə gözləmə. Hətta dur, yaşadığın həyatı təmizlə, küçəyə bir ağac ək. Misal üçün deyirəm, bunlar indi o qədər Allahın xoşu gəlir, insan fəaliyyətdə olsun. Bu dinin peyğəmbərinin yanında bir gənc oğlanı tərifləyirlər. Deyirlər, o belədir, mömindir, filandır. Soruşur ki, birinci sualı budur, demir, nə qədər namaz qılır? Deyir ki, nə işlə məşğuldur? Deyirlər ki, heç nə bekardır. Bir səqətəmin əyni, gözümdən düşdü. Bu dinin yanaşması budur. Bu dinin peyğəmbəri deyir, bekardırsa gözümdən düşdü. Sən onun ibadətini tərifləmə mənim üçün. Tərbiyə zamanı uşaqların gözündə, uşaqlıqdan hey Allahı böyütmək lazımdır. Valla düz tərbiyə vermirik, qonşudan dala qalma, başqası oxudu, de, onun oğlu filan yerə qəbul oldu, sən qaldın filan. Bu, uşağı da eləmişik öz şan şöhrət vasitəmiz, mənim oğlum filan yerə qəbul oldu, 12 filan yerə, de, o gün qız uşağı intihar eləyib buna görə, ata deyib ki, özü öldür mən gələnəcəm. Bu biabırsılıqdır yəni, elmi bütə çevirməkdir bu. Uşaq gedib kəsilib imtihandan, mən məsələn bir valideyn olaraq evladlarıma demişəm, indi də deyirəm ki, mənə heç maraqlandırmır. Mənim üçün önəmli də sənin təhsil almağın. Mən bir valideyn kimi çox istəyirəm ki, sən savadlı olasan, təhsilin bu xeyirləri var, amma mən sənə təzyiq eləməyəcəm. Hansı nəticə göstərirsənsə, mən sənə nəticəyə görə cəza verməyəcəm. Özün bil, düşün, fikirləş, elmi zəruri bilirsənsə, mənə də sevindirərsən, Allahı da sevindirərsən, istəyirsənsə get öyrən, amma istəmirsənsə özün bilərsən və nəticəsi də yaxşı olur bunun. Nəticəsi də daha yaxşı olur.
Uşaqlıqdan hey deyəsən, Allahın bu işdən xoşu gəlir, Allahın bu işdən xoşu gəlmir. Allahı istədəsən. Böyüyəndə də bu bunun beyninə oturuşacaq. Dərsində əla qiymət al, xalqa xidmət elə, izzətli ol, kimin səlinin altında qalma, izzətini qoru, Allahın xoşu gəlir izzətli adamlardan. Çalışqan ol, amma ruhunda bir qani olmaq xüsusiyyəti olsun, ali cənablıq, ağalıq olsun insanın ruhunda gərək. Tamahkar olmasın. Tamahkarlığın qısa müddətli xeyri olacaq, amma zərbəsi öldürücüdür. Tamahkar adam nəsə qazanır, amma sonra mütləq zərbəsi. Tamahkar adam görmədim ki, dünyada zərbə almasın. Bu mümkünsüz bir şeydir. Təcrübə eləyin, bir gün, 2 gün, 5 gün, 1 ay, həris olmayın. Şükür Allaha burada mömin adamlar əyləşib, mən eşidənlər, dinləyənlər. Qeyrilərdə varsa çox yaxşı, bilirəm ki, var. Bunlar hamısı həyat dərsləridir. Bəzən heç namaz qılmayan da dinləsə faydalana bilər. Həris olmayın, amma çalışın. Başqa hədəf üçün çalışın. Görün nəticə nə olur. Ondan sonra qüdrət, sərvət sənin xeyri olacaq. Qüdrətə sahib olanda zülm eləməyəcəksən. Çünki tamahkar adam deyilsən. Zülmü tamahkar adam eləyir. Paylaşacaqsan, həyatdan zövq alacaqsan. Quran deyir, yunfiqun ənvaləhum, mallarından infaq eləyərlər. Elə bilirik ki, başqalarına deyir. Yox, Quran deyir ki, yəni, ləzzətli yaşamaq istəsən, ver. Özünə xeyri var, ləzzət alacaqsan, get-gedə zövq alacaqsan. Paylaşmayan adamın öz həyatı acıdır. Biz elə bilirik ki, kiməsə yaxşılıq edirik, biraz da dik gəzirik, yox, özünə yaxşılıq edirsən. Həm axirət mənasında, həm dünya mənasında. Qazan, çox qazan, xərclə, gör həyat onda şirindir, yoxsa yığ üst-üstə, əllədi, cəməə, malən və əddədə. Allah deyir, belə adamlar var, yığır, sayır, qoyur seyfə. Bir ay keçir, yenə sayır, qoyur seyfə. Bunun həyatı şirindir səncə? Vallahi şirindir. Bunun həyatı şirin deyil, bu çox acı həyata sahibdir. Özünə zərbə vurur. Sənin xoşbəxtliyin, ləzzətin üçün deyir ki, qüdrətli ol, qazan, əsir olma, paylaş, ver və ləzzət al. Həyat gör onda nədir? Lən tənəlül bir hətta tunfiqu mimmə tuhibbun. Heç bir xoşbəxtliyə, yaxşılığa çatmazsınız, əlinizdə olan sevdiyiniz şeyləri verməyənə qədər. İşlədib gözdən düşəndən sonra, apar bunu ver kasıba. O yox, istədiyin vaxtda qopart ver, gör, onun əvəzində nə şirinlik, hərarət gəlir ruhu, ləzzət gəlir, həyəcan gəlir. Din səni xoşbəxt eləmək üçün deyir ki, fəqirlərə ehsan elə. Əhl-i beytin həyatı ona görə şirindir. Allah vəsf edir, deyir, özlərinin ehtiyacı olduğu halda başqalarına verirlər. Biz elə bilir ki, məsumlar kəsib olub, onun bunun əstəğfurullah. Yox, məsumların iqtisadi qüdrəti olub, bağı olub, bağı, Həzrət Əleyhisselamın. Evdə qənaətlə dolanıb, bir fəqir gələndə bağını satıb, özü qapısına gələnlərə də artıqlaması ilə verir. Bağı satıb, deyir, ver buna. Bir bağını satıb, bir fəqirə verib. Və ləzzətlə yaşayıb. Bu elə xoş və ləzzətli yaşayışdır. İnsan dində olarkən, imanda olarkən, həyatın müxtəlif mərhələlərində bu haqda düşünür ki, mən ya biz nə vaxta qədər Allahın adını çəkəcəyik, Allah Allah deyəcəyik, amma ona doğru hərəkət eləməyəcəyik. Nə vaxta qədər Allah bizim dilimizin şüarı kimi qalacaq, gündə adını çəkdiyimiz bir varlıq kimi qalacaq. Başqaları tanımır, biz tanımışıq özümüzə görə. Barəsində çox danışırıq, təbliğ eləyirik, qəribədir bizim halımız. Biz deyəndə mən eşidin, mən özümdən danışıram. Biz çox danışırıq barəsində, amma yola düşmürük ona doğru. Bu qəribə bir haldır. Hərəkət eləmirik ona doğru. Ona doğru hərəkət eləmək üçün gərək o dilimizdə olan Allaha tərəf cəzb olunaq. Dilimizdə Allah ola başqa səmtlərə üst tuturuq. Başqa səmtdə hərəkət eləyirik. Allah da fəryad eləyir, deyir, eynə təzhəbun, hara gedirsiniz? Hansı səmtə gedirsiniz? Gəlin mənə tərəf, hər şey mənim yanımdadır. Hər şeydən mən qane eləyəcəm sizi. Sizin ehtiyacınız mənədir. Entumul fuqarau ilallah və huvel gani. Allah ehtiyacsızdır. Siz başdan ayağa ehtiyacdan ibarətsiz. Siz mənə ehtiyaclısınız. Mənim yanımda hər şey sənin üçündür insan.
Çünki mən sənin üçünəm, Allah deyir insana. İrfan deyirlər, və irfan budur. İrfan budur. Ona doğru hərəkət eləmək, yəni onu tanımaq, Allahı tanımaq, daha çox tanımaq. Gün keçdikcə dünənkinə nisbətən daha çox tanımaq. Dəqiqə keçdikcə bir dəqiqə əvvələ nisbətən daha çox tanımaq. O mənada yox ki, daha çox bütün günü oturub kitab oxumaq. Kitabın öz fəziləti var. Tanıma yolu hərəkətdir. Hərəkət, əməldir. Əməl elədikcə tanıyırsan, yaxınlaşırsan. Qurbətən illallahın mənası budur. Zaman bizim əleyhimizə işləyir. Bizim vaxtımız yoxdur başqa işlərlə məşğul olmağa. Vaxt tələf eləməyə haqqımız yoxdur. Zaman bizim əleyhimizə işləyir, günü gündən itiririk. Keçir, sərmayələr əlimizdən çıxır. Adam öz halına təəccüb eləyir. Şeyx Bəhai oturub məsciddə. Şeyx Bəhai bilirsiniz də çox böyük alim olub. Nisbətən gənc yaşlarında məsciddə oturub, cəmaat gəlir Həmd surəsini deyir, və da onu yoxlayır, deyir ki, sənin Həmd surən yaxşıdır, ona deyir, pisdir. Bir qadın gəlir, qoca arvad, yaşlı arvaddır. Gəlir Həmd surə deyir, Şeyx Bəhai deyir ki, bu nə Həmd surədir? Çox səhv deyir də, sənin namazların hamısı batildir bu Həmd surə ilə. Arvad qəzəblənir, deyir ki, sən öz namazın batildir. Deyir, niyə mənim namazımda Həmd surə, sən səhv dedin, ona görə dedim. Deyir, bu ki, Bismillah deyirsən, neçə ildir? Deyir, çayın qırağındadır. Deyir, Bismillah deyir, o su səmtini dəyişsin, ya diyansın, deyə bilirsən. Deyir, o gücüm yoxdur. Bismillahirrahmanirrahim, su eşitmir bunu. O qadın deyir, olmuş şeydir bu. Qadın deyir, Bismillah suya, su diyanır. Deyir, indi kimin namazı batildir, kimin düz? Yazırlar ki, Şeyx Bəhai gedir, onun yanında təzkiyə olunur. Yəni, onun yanında o qadından dərs alır. Mənası bu da elə fiqhi baxımdan namaz düz olmasın. Yox, bəzi adam var, şəraiti yoxdur onu. Nə qədər bacarır odur. İndi gəlib istəyir düzəltsin. O başqa. Yox, biri var, sən bilə-bilə həm dinləşin, nə fərqi var? Yox, fərqi var. Gərək fiqhə, şəriətə əməl olunsun. Mahiyyət bu deyil, şəriətə. Bəli, o imkanı varsa eləmirsə, namazı batil olar adamın. Amma bu adam görünür, avam bir mühitdə olub, bacardığı bol, amma xalis adam olub. Şeyx Bəhaiyə də dərs deyib ki, demə batildir. Denən öyrən, düzələr. O da cavan yaşları olub. Deyir, onun yanında qalır, təzkiyə olunur, ondan irfan dərsi alır. Hərəkətdə olan adam, bax, bəzən avamın dilindən Allah adama dərs deyir. Bir arif vardı, dedi ki, mən bir dəfə çıxdım damda, ibadət edirdim, gördüm, mən qalxıram yuxarı falan, biraz qürurlandım falan. Elə qürurlanmışdım, qapı döyüldü, alimin evinin adamlar gəldi, qonşuda qoca arvad var. Gəldi, dedi ki, mən ibadət eləyəndə belə oldu, ruhum çıxdı falan. Dedim, hay Allah, başa düşdüm. Demək istəyir ki, onu avam arvadlar da bacarır. Qadın olmaq nöqsan deyir, yəni avam adamlar. Fərqi yoxdur, arvad ya kişi. Bəzən belə də olur. Onun qəribə hallar olub, nəfsi kebab istəyib Şeyx Bəhainin. Cavanlıqda gönül biraz şuluq olub da, nəfsi kebab istəyib. Deyir ki, istədim gördüm, dayanamıram. Adam kebab digəri, indi bəzi adamlar var ki, görür ki, nəfs çox diktə eləyir buna. Yoxsa demirəm, elə çıxmasın ki, kebab yeməyin, amandır. Bir nəfər ustadına deyir ki, İrfan ustadına deyir ki, bəs mən ətdən imtina edirəm. Deyir, niyə deyir, istəyirəm arif olum. Deyir, oğul, ətdən imtina eləməklə arif olmaq olsaydı, uzun qulaq hamdan daha çox arif olardı. Həmişə ot yiyir. Məqsəd burada ətdən imtina. Yəni, bəzən olur ki, nəfs görsən diktə eləyir. Bəzən elə bir şey diktə eləyir ki, məsələn, yeməyi də sənin üçün bütləşdirir. Bu deyib, belə bir hal yarandı. Deyirəm, gedim kebabxanaya tərəf, yolda tərəddüd edirəm, gedim. Axırı getdim, gördüm orada bir gözətçidir, təzə açılır da, bura hələ bu yuxulayır qabağında. Deyirdim, nəfsimə belə zərbə vuracam. Gözətçinin əlində çomağı var, onu alacam əlindən, qoy, əsəbləşsin, vursun məni, mənə ədəbləndirsin. Deyir, gedir, çəkir onun çomağını, oyanır mürgüləyən vaxtı yuxudan. Deyir, Şeyx, kebab istəyirsən, mənim çomağımı niyə yaparsan? Mən səni vurum, özün öz nəfsinin başına vur. Sən demə, bu da hal əhlidir burada oturub dükkanın qabağında. Bunu elə hamı belə adamlar öyrədib, sən demə. Həqiqətən də belədir. Bəzən görürsən, bilmədiyin adamlardan elə sözlər çıxır, elə məqamlar olur ki, insan əba əmmamə ilə olmur bəzən, burada oturmaqla, burada danışmaqla olmur bəzən. Bu insanlara insanlaşırıq, ancaq danışırıq. Biz qalmışıq dünya ilə axirətin arasında. Neçə ildir hələ tam seçim eləyə bilmirik. Qəribə bir haldayıq. Tam seçim eləyə bilmirik. 3 dəstədir də insanlar. Bir dəstə var, bitişib o aləmə.
Bədəni buradadır, yoxdur özü burada. Bitişib başqa aləmə. Var hədisdəki cisimləri cəmaatın içindədir, ruhları başqa yerdədir, yuxarıdadır. Xilas olublar. Xilas olub gediblər, rahatdırlar. Dünyadaykən gediblər artıq. Ölüm onlar üçün sadəcə ruhun cisimdən təbii olaraq ayrılması. Yoxsa ilə mutu qəblən təmutu, bu da ölməmişdən qabaq ölün. Yəni tam qopublar, artıq oradadılar. Əbədi mənzillərinə köç eləyiblər dünyadaykən. Xoş onların halına. Bir dəstə insandır. İkinci dəstə nədir? Düşüb dünyanın dalıca, yapışıb dünyadan qoşulub o bir canlılara. Heç fərqi yoxdur onlardan. Onlardan da betərdir. Həqiqətən də ikinci dəstə budur. Üçüncü dəstə kimdir? O bizim kimilərdir, mənim kimilərdir. Bir addım ora, bir addım bura. Qalmışıq belə. Gah ora hərəkət edirik, gah bu yana. Hələ seçim eləyə bilmirik. Hansı istiqamətə gedək? Qalmışıq belə. Bu istək ora çəkir, o istək bura. Bir addım axirətə doğru, iki addım dünyaya doğru, üç addım axirətə doğru. Belə sərgərdan vəziyyətdə. Adam özü bu halətindən yorulur bəzən. Məcnun dəvəyə minmişdi, Leylinin yanına gedir, deyir. Bəzi şeylər var, olmayıb, düzəldiblər, amma hikmət üçün düzəldiblər, ibrət üçün düzəldiblər. İbrət üçün düzəldiblər. Deyir, minib dəvəyə gedir Leyliyə tərəf. 2 günlük yol var Leylinin şəhərinə. Dəvəsi də balasından ayrılıb, dəvəsində fikir qalıb balasının yanında. Yazır ki, dəvə 2 addım gedir, qayıdır, çünki balasını sevir. Məcnun onu vurur, qamçılayır ki, gedir, biraz yenə qalır. Deyir ki, məsələn, yazır ki, 2 günlük yolu illərlə gedib çıxamır. Bir addım qabağa, axırda deyir, düşür dəvədən yerə. Deyir, o, alınmayacaq bizim işimiz. Çünki ikimiz də aşiqik. İkimiz də aşiqik. Sən öz eşqimə tərəf istəyirsən, hərəkət eləsən. Mən öz eşqimə tərəf. Ayrılmalıyam mən səndən. Mən ayrılmalıyam səndən, özüm getməliyəm. Nəfs libasını soyunmaq lazımdır ki, hərəkətə mane olmasın. Bu ikiləşmə kəsrətdir. Kəsrət çoxluq deməkdir. İkiləşmə varsa, üçləşmə var, 4 var, 5 var, çoxluq var. Çoxluq içində itib batmaq var. İnsan çoxluq üçün yaranmayıb, insan vəhdət üçün yaranıb. Vəhdət yəni bir, insan bir üçün yaranıb, bir hədəf üçün. İnsanın bütün vücudu birə hesablanıb, çoxa yox. Çoxa hesablanmayıb.